Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Sumqayıt şəhər stadionundan sizlərə salamlayırıq. Bugün AFFA U14 liqasının 9-cu turunun görüşünü sizlərə təqdim edirik. Quba Şimal komandaları bugün üz-üzə gəlir. İnanırıq ki, hər iki komanda bugün gözəl oyunla yadda qalacaq. Qarşılaşmanı Mehdi Yusifov idarə edir, ona kömək edir Rauf Salamov və Harun Hacıyev. Kapitanlar Sumqayıtdan Ravid Əhmədov və Qubadan 5 nömrə Hüseyin Novruzov. Hakimlərlə top və qapını seçirlər. Artıq bir neçə saniyədən sonra belə qarşılaşma başladı. Komandaların heyətlərini sizə təqdim edirəm. İlk növbədə qonaq komanda bizlərə Şimal göstərilib. Onların heyəti bu cürdür. Qapıda 1 Fatih Məmmədzadə, 2 Üzeyir Salmanov, 4 Ramal Lətifli, 5 Tunar Hacısoy, 6 Yusif Mərcizadə, 7 Ravid Əhmədov, 8 Natiq Quliyev, 9 Mehdi Məmmədzadə, 10 Əli Xələfzadə, 11 Əli Məmmədli, 21 Salmanzadədir. Baş məşqçi Zahid Əskərzadə. Qubada 24 Əli Qafarov, 2 Ələziz Mirzəyev, 4 Osman Hacıyev, 5 Kapitan Hüseyin Novruzov, 7 İskəndər Sarvarov, 6 Ruslan Yüzbəyov, 9 Əli Şıxverdiyev, 10 Anar Əhmədov, 17 Nihat Allahverdiyev, 23 Hüseyin Ağa Mirzəyev, 77 Ömər İsmailov. Komandanın baş məşqçi Elman Eldarovdur. Ehtiyat oyuncuları bu cürdür. 3 Amin Quliyev, 20 Ramal Eldarov, 8 Rəvan Məmmədov, 9 Fadir Ağaverdiyev, 29 Ramil Xamətov, 99 Mansur Bayramov, 11 Kənan Gülmətov, 55 Ürfan Əzizli, 1 Qapçı Amil Bayramov, 18 Nadir Qurbanov, 14 Elmir Səfərəliyevdir. Şimal komandası hücum qurmağa çalışır. Əlidən Allahca hərəkətlər mərkəz istiqamətinə. Natiq solla oynayır. Yenidən Natiq. Qonaq komandanın oyuncuları qapıya zərbə vurmağa hələ ki imkan tapmırlar. Tunar içəriyə doğru ötürməsi keçmir. Natiq, Nihat buna imkan vermir, üzr istəyirəm. Şimal komandasının ehtiyat oyuncuları bu cürdür. 12 Ruslan Kovalyov, 3 Yusif Hüseynli, qapıya qapçı. 3 Uğur Yusif Hüseynli, 18 Uğur Qasımlı, 19 Amin Həsənli, 19 Amin Həsənli qeyd etdik, 17 Aydın Məmmədli, 24 Yusif Sultanlı, 20 Yahya Qulizadədir. Qapıya daha bir zərbə, qapçı topu qaytarır Əli Qafarov və hücumun davamında oyundan kənar vəziyyət qeydə alınır. Outdan Gəliyə doğru türmə. Ramal. Bugün Sumqayıtda hava küləklidir. Əlidən Əliyə doğru türmə. Adaşı Əliyə ötürmə edir. Amma Qubalılar bu hücumun qarşısını kəsir. Yenidən Xələfzadə. Xələfzadə 2-3-cü rəqibini keçdi. Messi sayıq hərəkətlər 4 rəqibini keçdi, hücum davam edir. Sol cinahdan qapıya zərbə vurmağa imkan axtarırlar ki, Qubalılar buna imkan vermirlər. Tostu Sumqayıtda qalır. Əldən içəriyə doğru ötürmə, qapıya zərbə edir Mənzirdir. Əli Xələfzadə, Ramal. Quba komandası topu qazan. Ruslandan əla bir, inanılmaz bir sürət. Görək ki, Qubalılar bu hücumu nə ilə nəticələnəcək. Tunar qarşılayır. İləriyə doğru türmə. Anar topa yetişir. Qubanın hücumunu davam etdirəcək. Out. Hörmətli futbol azarkeşləri, qeyd edim ki, bu oyun sizlərə Azərbaycan Futbol Federasiyasının dəstəyi ilə təqdim olunur. Quba komandası İskəndər sürətlə gəlmişdi. Nihat yerlə içəriyə doğru tümə. Qubalılar yenidən İskəndər. Şimal komandası qapıya zərbə vurmağa imkan vermirlər.
Allah Verdiyev. Alınmır. Məmmədli. Xələfzadə ilə oynayır. İləriyə doğru ötürmə keçmir. Yenidən Əli. Bir qədər geriyə ötürmə. Məmmədli. Şimal komandası niyyətində 2 Əli bugün çıxış edir. Ötürmə keçmir. Əli Məmmədli uzaqdan qapıya zərbə vurmağa çalışırdı. Natiq Quliyev. Qeyd edim ki, bugün Gol TV bu iki komandanın oyununu ilk dəfədir sizlərə təqdim edir. Xələfzadədən alıcı hərəkətlər. Yenidən Əli. Qapı istiqamətinə zərbə qapçı. Qafarov yaxşı oynayır. Bu topun qarşısını kəsir. Əli Xələfzadə artıq təhlükəli olmağa başlayıb. İləliyə doğru daha bir ötürmə izləyirik. Anar Əhmədov. Anadın əla bir ötürmə. Yaxşı. Hesab bərabərləşə bilər, amma yox. Təhlükəli zərbə indirmək mümkün olmadı. Tunan Hacısoy. Şimal komandası İləliyə içəriyə doğru ötürmə. Qapıya zərbə və top qapıdadır. Nəhayət Şimal axtardığı qolu tapır. Əli Məmmədli Ravidin ötürməsini dəqiq tamamlayır. Nəhayət qonaq komandanın futbolçuları istədikləri qolu vura bildilər. Görək Qubalların buna cavabı nəyin olacaq? Hakim davam işarəsi verir. Əli yerdə qalmışdı. Əldən də içəriyə doğru ötürmə qapçı. Fatih. Və ilk hissə başa çatır, qısa fasiləyə ayrılır. Bir daha vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri ikinci hissə. Başladı ilk hissədə qonaq komanda Şimal komandasının vurduğu bir gol hələ ki oyunda yeganədir. Ravid Əhmədovun ötürməsini Əli Məmmədli dəqiq zərbə ilə tamamlamışdı. Görək ki, ikinci hissə nə ilə yətdə qalacaq? Anar Əhmədov. Yusif. İləliyə doğru tutma. Bu dəqiqələrdə hər iki komanda tez-tez top itkilərinə yol verir. Yusifdən irəliyə doğru ötürmə. Yusif. Ötürmə Əli qapıya baxdı zərbəsi. Elə adaşı Əli Qafarov. Bu topun qapıdan keçməsinə imkan vermədi. Havanın küləkli olması da oyuncuların meydandakı hərəkətini bir qədər çətinləşdirir. Nihatdan içəriyə doğru ötmək yox. Qapıya zərbə olacaqmı, amma təhlükəli alınmır. Fatih topu qazanır. İskəndər istiqamətinə əla bir ötürmə edilmişdi. Ravid Əhmədov. Amin Quliyevon onun qarşısında. Raviddən alıcı hərəkətlər. Ravid keçdi rəqibini. İçəriyə doğru ötürməsi yox. Zərbə vurmağa imkanı vermədi. Nihat Allahverdiyev. Out atışını Şimal komandası yerinə yetirdi. Nihat Allahverdiyev. İləriyə doğru ötürmə. Keçmədi. Rəvan Məmmədov. Artıq onu da meydanda görürük. Anar Əhmədov komandanın 10 nömrəli oyuncusu. Şimal komandası topu qazanır. Amin Həsənli sonradan meydançaya daxil oldu. Amin hələ ki topladı. Out.
Və beləliklə, hörmətli futbol azarkeşləri, görüş başa çatdı. Hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrikaya sadiq qalaraq hər komandadan bir nəfər oyunun ən yaxşı seçirəm. Qubada 10 nömrə Anar Əhmədov, Şimalda da 10 nömrə Əli Xələfzadə. Sağ olun, gələn görüşlərə dək.